Xəbər verdiyimiz kimi əməkdar artist Cabir İmanov bugün Bakıda idman zalında infarktdan vəfat edib. Oxu24.com xəbər verir ki, Qafqaz İnfonun əldə etdiyi məlumata görə baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb. Məlum olub ki, əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər. Cabir İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.